qarşılayıram, təbrik edirəm. Hər iki bayram münasibətilə Allah şəhidlərə rəhmət eləsin, qazilərə də şəfa versin. Buyur. Suallarla başlayaq. Mikrofonu bağlayın, kim başlayır? Rəşad Nəzəmət olmasa. Sanmıyorum keçmiş olsun. Yani oyun planında o kadar da geri kalmadı Neftçin ama sualım Mahmudovun əvəzlənməsi ilə bağlıdır. Yani fasilədə bunu dəyişdiniz. Özündən qaynaqlandığı yoxsa sizin qərarınız idi? Yox, Mahmudov həm Jordan Rizabala oyundan əvvəl zədələri var idi. Onun üçün də yarı time onu. Yəni keçən oyun üçün heyətdə gördünüz ki, dəyişikliklər oldu. Onun üçün birinci hissədən sonra, birinci hissə hətta bitməmişdən artıq Emin Mahmudov göstərdi ki, qutardı, onun üçün də zamin elədik. Samir müəllim, sonuncu mətbuat konferansında maraqlı bir fikir dediniz. Abubakarla bağlı. Dediniz ki, Abubakar təklikdə böyük bir oyuncu sayıla bilməz. O komandanın içərisində oynayanda, bütün komanda oyunu birlikdə olanda Abubakar da o cür parlaya bilər. Yəni onu xüsusi seçdirməyə, fərqləndirməyə ehtiyac yoxdur. Maraqlıydı bu fikirləriniz həqiqətən və bugün necə hesab edirsiniz? Abubakar, əgər komanda bugün komanda olaraq yaxşı oynasaydı, Abubakar fərqlənə və parlaya bilərdimi? Məncə komanda yaxşı oynasaydı deyəndə buna bir aydınlıq gətirər. Komanda pis oynamadı. Yəni səfərdə bu günləri reallıq var ki, Qarabağa qarşı oynamaq heç də asan deyil. Qarabağ hansı səviyyədədir, artıq bunu mənim də deməyim artıqdır. Həm fikirləşirəm ki, komanda yetərincə birinci hissədə düz oynayırdı, yaxşı oynayırdı və fikirləşirəm ki, axıra kimi də bunu davam elədi. Yəni pis oynamadıq, amma Abubakarın momentə girməməyi zadı əlbəttə ki, yəni Qarabağ elə belə də komanda deyil ki, dəqiqə başı moment yaradasan, yetərincə də birinci hissədə yaratdıq. Yəni bu cür oyunlarda çox moment yaratmağın özü də biraz reallıqdan uzaqdır. Fikirləşirəm ki, 2-3 moment var idi ki, hansından yararlanan bilərdik. Yəni bu günləri yenə dedirəm, bundan əvvəlki pres konferansiyada Abubakarın üzərində durmamışıqsa da bu gün də durmamağın, yəni uduzmağın səbəbi bütün komanda, biz qarşı bütün komandadır. Yəni inşallah ki, gələcək oyunlarda əsas odur ki, həddindən artıq çox yaxşı hücumçularımız var. Hücumçumuz var Abubakar və digər hücumçular hansı ki, Abubakarın gəlişindən daha da yüksək əhval-ruhiyyə motivasiya qazanıblar. Bu da biz üçün xoşdur. Yəni bu qədər. Və mən ümumi oyuna gəldikdə fikirləşirəm ki, şəxsən mənim fikrimdir. Buna razılaşmaya bilərsiniz, amma razılaşmayanlar da hansı məqsədlidir? Və artıq bəllidir, burada penal, verənsi penal bu derbilərdə verilməz. Bu cür ucuz penallar verilməz. Geçinməsi və əgər deyirsə bu kontakt oyunudur, niyə həmən kontaktdan biz Zirə ilə oyunda Jordan yararlanmadı? Niyə həmən bu kontaktdan Tozla oyunda Samboya verilmədisə, eyni kontaktdırsa? Yəni bu cür oyunlarda bu cür yıxmaq olmaz. Yəni doğrudan da həddindən artıq çox pis təsir elədi. Artıq bizi hamımızı özümüzdən çıxartdı. Mən penaltı düşürürəm ki, bəli, kontakt var idi, amma bu kontakt oyunudur və bir oyunçunun özünün yıxılması, özünü yıxmaq istəməyi daha bariz görünürdü ki, nəinki ona dəyən zərbədən yıxılmağı. Bu şəxsən mənim fikrimdir. Yəni fikirləşirəm ki, həddindən artıq hakim tərəfdən həmən penal verilməkdə böyük səhv olub. Həmkarlarımdan üzr istəyirəm, ikinci sual verəcəm. Samir müəllim, nəticə bəllidir, məğlub olmuşsunuz. Ümumiyyətlə, istədiyiniz nəticəni qazanmağa nə çatmadı? Yəni, nə çatmadı deyəndə qol vurasan ki, udasan, amma qol vura bilmədi. Yenə də deyirəm, komandamdan çox razıyam. Oynadığı, görsətdiyi oyun, yəni fərqli Neftçini izləyirik. Bu günləri də bu qədər adamın gəlməyi və bu qədər burada mikrofonun yerləşməyin səbəbkarı əsla və əsla Qarabağ və Qarabağ oynadığı oyun deyil, bu günləri səbəbkarı Neftçidir. Hamımıza ümid vermişdi və bu ümid də davam eləyir. Yəni çox yaxşı komanda qururuq və həddindən artıq bir oturuşmuş komandaya təzə yeni qurulmuş komanda oynayırdı və fikirləşirəm ki, pis oynamadıq. Yəni bəzi oyuncular həddindən artıq da meydançanın içində yaxşı idilər. Bəli, bəzi planlar pozuldu. Yenə də deyirəm, bu güc bölgüsündən idi Eminin çıxmağı və digər məsələlər, amma komanda yaxşı idi. İnşallah ki, yolumuza beləncə illah ki də bu cür oyunlarla elədiyimiz səhvlər yox, nəhi daha yaxşı eləyə bilərik. Onun üzərində işləyib yolumuza davam edəcəyik. Samir müəllim, uğurlar aracam qarşıdakı oyunlarda. Varqas, yəni
hücumçunun arxası oynayanda daha effektiv görünür. Yəni gələcək oyunlarda belə də onun mövqeyini dəyişməyi düşünürsünüz? Ona baxacağıq. Vargas hər yerdə effektlidir. Sonra dükanına verərsin. Samir bəy, axşamınız xeyir. Samir bəy, mənim sualım ikinci sən əvvəlində Neftçi qol buraxdıqdan sonra nə əcəb sizə bu qədər uzun vaxt çəkdi ki, risk eləyəsiniz? Çünki birinci hissə qarşılıqlı hücumlar şəraitində keçirdi, amma ikinci hissədə sizin ilk hücuma meyilli dəyişikliyiniz belə deyək 87-ci dəqiqədə Səfərovun buraxılması idi. Yəni biz hətta dəyişiklikləri yəni biraz səbirlə gözləyirdik çünki burada həm daha kontratakaya yüksək sürətlə çıxan Alessio fikrimiz də var idi, düşüncələrimiz var idi, Lucha var idi, amma yenə də deyirəm, bütün planlar ümumiyyətlə Eminin çıxmağı ilə pozuldu. Eminin həddindən artıq vaxtsız düşünürdü ki, haradasa 70-75-ci dəqiqədə daha o hücuma meyilli və sürətli oyuncular bunların içində Jordan, həmən Alessio və Lucha. Qol buraxmağımız biraz biz yəni həddindən artıq yaxşı sıx oynayırdıq. Yəni düşünmürəm ki, biz gec elədik, nəyisə gec elədik. Sadəcə birdən planın pozulmağı buna bəlkə də səbəb kimi göstərilə bilər. Bu qədər. Bu sözləndə nə dəqiqləşdim, bu sortisini də tutduq. Yəni baş məşqçi bilməzsiniz bu oyunu. Sana qarşıdakı oyunlarda uğurlar arzulayıram. Siz komanda oyunu dediniz, amma mənə elə gəldi ki, səhv deyirəmsə düzəldilər. Siz futbolçularımız bəzi epizodlarda həddindən artıq fərdi oynayırdılar. Yəni bir nəfər keçən kimi ikisini, üçüncünü anlatmağa çalışırdılar. Bunun oyuna təsiri necə oldu? Məncə bu düzgün qərar idi. Bunun da üzərində durmuşduq. Yoxsa çünki həddindən artıq pressing və bu pressingi həddindən artıq yaxşı və bu yaxşının da dalında həddindən artıq sıx pressing eləyən komanda üçün bir oyunçunu əksilmək həddindən artıq çox vacib idi. Bunu da bizdəki oyunçulara tapşırıq vermişdi. Biz bu pressingi ancaq belə yara bilərdik. Çünki pas trafiki həddindən artıq sıx vəziyyətdə top itkisinə daha çox yaradırdı. Başa düşdünüz? Səbəb ola bilərdi və biz bunu da dayanmışdıq. Yəni birin əksildəndən sonra həddindən artıq sürətlə hücuma getmək və boşluqlar biz yaxalayacaqdı, hansı ki, son məncə paslarda biraz problemimiz oldu. Yenə deyirəm, bu həddindən artıq biz üçün özümüzü təhlil eləməyə və daha da yaxşı komandaya çevrilmək üçün bir yaxşı oyun oldu.